Selamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikteyiz. Videomuza başlamazdan önce sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hər kəsə dəstək üçün təşəkkür edirəm. Uzun müddət idi video hazırlaya bilmirdik. Biraz baş qarışıqdı. Plus da bu bilindiyi kimi bütün hər yerdə yayılmışdı. Bu tabaq xəstəliyi gəlib bizim heyvanları da tutdu. Keçən videoda demişdim. Heyvanları biz vaksin eləmişdik, ona görə nisbətən yüngül keçirdi, amma yenə də ciddi şəkildə bizim təsərrüfata da öz zərbəsini vurdu deyək də, zərər verdi. Heyvanlar, böyük heyvanlar, yəni çuvalara çıxmaqla bütün keçilər demək südünü qurutdu. Biz planlayırdıq ki, oktyabrın axırına qədər heyvanlardan süd sağa bilərik, çünki təkəni sentyabrın əvvəli qatmışdıq. Heyvanlar bala verməlidir. Yanvarın sonu, fevralın əvvəllərində. Amma o planladığımız kimi getmədi. Yəni işlər daha görürsünüz, keçilər artıq demək olar ki, qurudublar. Bir dənə bu keçənlin küvərləri var ki, hansı ki, ilk balasını vermişdi. Onlarda süd qalıbdı. O da demək olar, onlarda da çox azalıb. Yəni ümumi məhsuldarlıq 80%, 90% aşağı düşdü. Bu xəstəlik də elə bir xəstəlik ki, bu tabaq xəstəliyi bütün ölkənin hər yerində var. Respublikada demək olar ki, elə yeri yoxdur ki, tabaq xəstəliyi gedib çatmasın. Biz tərəfi də odur ki, heyvanı tamamilə məhv eləyir. Heyvanlar nədənsə qorxdu burada. Yəqin ki, oralarda çaqqal ya nəsə var. Dediyim kimi, heyvanı məsələn, ətlik heyvan olduqda, xüsusilə də iri buynuzlularda adətən ağızda olur. Bizim heyvanlarda ayaqda oldu, bir də heyvanın süd vəzində, yerində olur. Ona görə məsələn, süd verən heyvanın südünü qurudur. Ağzına düşdükdə heyvan yemək yeyə bilmir. Ayaqda olanda heyvana ümumiyyətcə qızdırma verir, hərarət olduğuna görə heyvan qidalanması yaxşı olmur. Bu da ümumi təsərrüfata öz ciddi təsirini göstərir. Yəni. Ona görə bir ay yarımdan çoxdur, başda 2 aya qədərdir ki, bu xəstəlik gəlibdir və aralanmır. Yəni, bəzi heyvanlar var ki, onların ayaqları hələ də sağalmayıbdır. Burada yeganə variant nədir? Yeganə variant odur ki, heyvanı maksimum çalışmalısan ki, qidasız qalmasın, bir şəkildə yedirtmək lazımdır ki, heyvan az qalmasın ki, zərər görməsin. Burada bayaq heyvanları qorxudan çaqqal var. İt olmadığına görə bizim o keçənki it öldü. Balaca bir küçük var, onu da gətirmirik. Və görürsünüz orada çaqqal gəlib oradan keçilərin yanına. İt olmayanda belədir. Oradan ağaçların içindən gəlibdir. Axtarır ki, görüm dişimə uyğun bir yem var mı? Ona da gəldi buradan baxdı. Hara gedirsən? Gəl. Aha. Normalda bu balaca çəpişlərin içindən zəifləri arxada qalsa, bunları rahat bir şəkildə tutub apara bilər. Bizim o qara mursiyanın balası var, orada balaca. O qara, onu çox rahat bir şəkildə götürüb apara bilər. Ona görə bu vaxtlarda çox təhlükəlidir, yəni it mütləq lazımdır. Görə bizim o balaca küçük yekələnsə, gəlib bunları qoruyardı. Artıq təkəmizi çıxartmışıq keçincindən təmiz. Axşamlar bir dənə keçintinə buraxırıq ki, bəzən olur da heyvan hansısa ikiliyə bilər. Bu tabaq xəstəliyinə görə heyvanların bəziləri ikilədir, təzədən təkiyə gəlir. Ona görə təkəni buraxırıq. Amma gündüzlər bu dişi çəpişləri, bu ilin bizim bu dişi çəpişlər damazlıqlardır. Onlar gətirdiyimizə görə, onlar da artıq onlara mütəmadi yem verdiyimizə görə onlar da təkiyə gəlirlər. Ona görə təkəni buraxmırıq ki, hələ indidən təkələrini götürsələr, bunlar çox balaca qalarlar. Bunlara qismət olsa inşallah yazda, yəni gələn ilin mart ayında bunların içinə təkə buraxmağı planlaşdırıram. Sağlıq, salamatçılıq olsun, əsas odur, salamat olsunlar, yaxşı böyüsünlər. Keçən il buradakı bu ala küvərlər, hansı ki, keçən ilin çəpişləri, onlara dekabrda təkə buraxdıq, 10 aylı olanda. Amma təcrübə onu göstərdi ki,
nəticə yaxşı olmur. Yəni həm özləri yaxşı inkişaf eləmirlər, balada qalırlar, həm də məhsuldarlıqları da nisbətən aşağı olur. Bu il indi başqa bir variantı yoxlamaq istəyirik. Bu illəri heç olmasa bir çəpişlər 14-15 aylıq olanda, belə deyək də, 14 aylıq olanda, yəni 1 yaş, 2 aylıq olanda bunların içinə təkə buraxmağı fikirləşirik. Görək bu hansı nəticəni verəsidir. Nəzəriyyədə çox şey deyilir. Yəni hansı ayda buraxılmalıdır, hansı çəkidə olanda buraxılmalıdır. Amma ən idealı nədir? Təcrübədir. Məsələn, bizim bu ağ çöər keçən il bunun təkiyə gələndə 1 yaşı var idi. Onunla digər həmin o 10 aylığında təkiyə gələnləri müqayisə edəndə bu çöərin məhsuldarlığı digərlərindən daha yaxşı oldu. 2 ay vaxt var idi arada. Amma bu çöərin məhsuldarlığı onlardan daha yaxşı olduğuna görə bu ilki balalara, çəpişlərə 14 ayında planlayırıq təkəni qataq. Ümumiyyətcə, dediyim kimi də bu vəziyyətdən asılı ola bilər. Əgər çəpiş düzgün qulluq olunarsa, süddən yanıq qalmazsa, yaxşı inkişaf eləyərsə, boy atımı, çəki alımı düzgün gələrsə, onda bəlkə 8, 9, 10 ayında buraxmaq sərfəli ola bilər. Amma mənim, yəni bizim keçən elədiyimiz o təcrübəyə görə bunlara təkə qatmaq ən yaxşısı 1 yaşını keçəndən sonra. Təcrübə onu göstərdi. İndi görək bu ildə onu həmin təcrübəyə əməl eləyək, görək nə göstərir. Dediyim kimi, keçən ilki ilə müqayisədə keçilərimizin canı, yəni köklük vəziyyəti biraz aşağıdır. Çünki qabaq xəstəliyi ciddi geri saldı. İndi bu payızda bu yarpaqlar olsun, ondan sonra yaxşı palıd olur. Palıddan sonra bəlkə keçilər özlərinə gələrlər. Ümid edirik ki, bu 1 ayı tam suyu olana qədər, yəni noyabrın ortasına qədər heyvanlar da ot yeyə bilər. Ondan sonra tam qapalı şəraitə keçəcəkdir. Ona qədər tam canlı tutar. Bugünlük bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında.